Azərbaycanla Ermənistan arasında ticarət genişlənir. Hazırki mərhələdə Azərbaycan neft və neft məhsulları Ermənistana göndərir. Bilirsiniz, əvvəllər keçən il dekabrın 18-də göndərilmişdi neft və neft məhsulları. Bugün də, yəni yanvarın 9-da da neft və neft məhsullarından ibarət olan 48 vaqon Ermənistana yola salındı. İndiyənə kimi deməli, həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Azərbaycana başqa hansı məhsullar ixal edilə bilər? Bunun deməli siyahısı hazırlanırdı və siyahı indiyənə kimi bu yaxınlarda mübadilə edilib və artıq məlumdur ki, Ermənistan Azərbaycana hansı məhsulları ixrac edə bilər. Dediyimiz kimi, Azərbaycanın ixrac etdiyi məhsul hələlik bəllidir, neft və neft məhsulları. Bundan başqa siyahıda nələr var, hələlik o məlum deyil. Amma Ermənistanın Azərbaycana hansı məhsulları ixrac edə biləcək imkanlara var. Bu açıqlanıb, siyahı açıqlanıb. İlkin siyahıdır. Ermənistanın İqtisadiyyat Naziri Gevorg Papoyan bu barədə açıq yerli deməli mediaya açıqlama verib və artıq məlum olub ki, Ermənistan Azərbaycana hansı məhsulu ixrac etməkdə maraqlıdır. Bakı və İrəvan deməli Ermənistan məhsullarının ixracının bərpası ilə bağlı danışıqlar aparır. Bu barədə Ermənistanın İqtisadiyyat Naziri Gevorg Papoyan deyib. Nazir bildirib ki, xüsusilə Azərbaycana alüminium folqa üçün xammal, ferro-molibden, konyak üçün xammal, tütün və tekstil məhsullarının ixracı müzakirə olunur. Papoyan bildirib ki, Azərbaycan tərəfdən də konkret məhsulların idxalına maraq göstərən şirkətlər var. Azərbaycan tərəfi onları maraqlandıran konkret məhsulların siyahısını təqdim edib. Biz isə ixrac edə biləcəyimiz həcmləri göndərmişik. Bizim siyahıda həmçinin güllər, qızıl güllər, istixana məhsulları, pomidor və biber də yer alır. Biz təxmini qiymət də təklif etmişik deyə Ermənistanın İqtisadiyyat Naziri bildirib. Bununla belə o, tədarükün başlanma vaxtını açıqlamayıb. Nazir həmçinin əlavə edib ki, 2025-ci ildə Azərbaycan ərazisindən tranzitlə Ermənistana 6580 ton taxıl gətirilib. Bunun 1000 tonu Qazaxıstandan, 5580 tonu isə Rusiyadan olub. Odur ki, bundan sonra yaxın gələcəkdə Azərbaycan bazarında da Ermənistan məhsullarını görə biləcəyik. Yeri gəlmişkən, bu xüsusilə Aran bölgəsində bu deməli qarpız yemiş istehsalı ilə məşğul olan insanlara yəqin ki, bilənlər bilir. Əvvəllər yemiş Ermənistanda yaxşı pula gedirdi. Yəqin indi elə olacaq. Odur ki, Sabirabad saatlı yemişli zonası yəqin ki, bundan sonra yemiş daha çox əkəcəklər və Ermənistana göndərmək imkanı olacaq. Yəqin ki, bunun üçün də münbit şərait yaradılacaq. Ermənistana xüsusilə yemiş deməli ixracı yaxşı, faydalı, səmərəli məhsul ola bilər, yaxşı pul gətirə bilər. Ona görə də yəqin ki, yaxın gələcəkdə Azərbaycandan həm də bostan məhsulları, o cümlədən qarpız və yemiş ixrac etmək imkanı olacaq.